O elə gülə-gülə də getdi, yola düşdü. 52 gün komada qaldı. 4 gündə neytralda qalıb orada. Böyük yarısı onun çox idi. O deyirdi ki, ata deyir, gedim gəlim inşallah deyir, müharibədən deyir. Allah qoysa evləndirərsən mən dedim inşallah da. Qismət beləymiş qardaş. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Allah məkanlarını uzun eləsin inşallah. Bundan sonra Allah Taala bütün dünyamızı qorusun, vətən sağ olsun. Bir daha müharibə olmasın. Bu acını biz analar yaşadıq. Amma heç bir ana bu acını yaşamasın. Mən Əzimov Firuz Saat Mirzəoğlu, oğlum Əzimov Saat Mirzə şəhid. Saat Mirzənin atasıyam. Allah cəmi anaları rəhmət eləsin, dünyadan keçən valideynləri. Anam qoydu o adı ona. Dedi, qoy ata o yaşasın. Uşaq şəhid oldu. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Allah məkanlarını uzun eləsin inşallah. Qazilərimizə Allah Taala can sağlığı versin. Bəli, işləmək istəyirdi, uşaq işləmək istəyirdi. Deyirdi, ay ata, deyir, mən işə götürmürlər. Axırda çox getdi, gəldi, oraya işə götürmədilər. Bilmirəm, bəlkə də iş olmadı. O üçün götürmədilər. Dedi, yox, gedirəm Bakıda. Elə Bakıda elə bir kollektivdə oturmuşdu, bir kollektivdən işləyirdi ki, ondan ələ çəkmirdilər. Həqiqi mənada ondan ələ çəkmirdilər. O qədər gözəl, o qədər, nə deyim sənə, gözəl işçi olub. Dedim, maaşım azdı deyir baba, ancaq bu uşaqlardan ələ çəkə bilmirəm. Çağırırlar məni, gəlib otururdu evdə 5 gün, 6 gün, müdürləri çağırırdı onu ki, gəl də işlə. Daha onlar müdürləri Türkiye'dir. Onun xətrini çox istəyirdi. Daha onu o işdə işləyəndə deməli ölümündən sonra, şəhid olandan sonra onun şəklini də uzaldıblar orada. İşçiləri çox gəlib gedib bura, məsəl üçün hər cümələrdə gəlirlər, gəlib gediblər. Onun musiqi həvəsi vardı. Əvvəl qarmona qoydum onu. Qarmon çalmadı. Sonra məndə udarnik qoşanağı idi. Dedi, yox baba, bundan xoşum gəlir mənim. Dedim, xoşun gəlir, çala, bilirsən, yəni çal. Xoşun gəlirsə. Xoşum, bir 5 dəfə, 6 dəfə getdi. Dedi, yox, bunda da yox. İşləmək istəyirdi uşaq, yaxşı işdə işləmək istəyirdi. Gələcəkləri çox idi. Gələcəyi deyirdi ki, gəlib evləri söküb, dedi, papa tikəcəm, dedi. Bəli, könüllü adını yazdırmışdı. Sonradan gəldi ona, Vapska getdi. Dedi, yox, mən dayana bilmərəm, getdi. Bizdə axırıncı dəfə gələndə o Bakıdan gəldi, işdən gəlirdi. Gəldi, heç evə girmədi. Yolda promo voyinkomatda. Dedim, zəng elədim mən ona ki, ata hardasan? Dedi, baba mən getdim, sağ ol. Bir dənə axırın sözü bu oldu. Ondan sonra mən onu görmədim. Baba mən sağ ol, mən getdim. Çıxdım dalaca, taksi tutdum, getdim, görə bilmədim uşağı. 44 günlük vətən müharibəsi şəhidi Əzimov Saat Mirzənin anası Xatirə anayam. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Saat Mirzə 97-ci ildə oktyabrın 14-ü Siyəzən rayonunda anadan olub. 3 saylı məktəbdə 4-cü sinifə qədər oxuyub, ondan sonra 6 saylı məktəbi orada bitirib, 11-ci sinifi. Musiqi təhsilli idi, qarmona gedirdi. 2015-ci ildə hərbi xidmətə yola düşdü. 2015-ci ildə orada gedən aprel döyüşlərində iştirak edib oğlum. Ondan sonra gəldi, əskərlikdən gələndən sonra işlə təmin olundu. İşə girdi, uşaq mühafizə xidmətində idi Bakıda. Aprel döyüşlərindən sonra elə uşağım orada öz səhifələrində də yazıb qoymuşdu. Öz elə oradakı o müharibəni görmüşdü apreldə. Allah bütün şəhidlərə rəhmət eləsin. Orada həmişə gəlib mənə deyirdi ki, mama, elə analar orada elə ağlayırdı, deyirdi ki. Amma uşaq öz başına gəldiyini heç bilmirdi. 2 uşaq, bir bacı, bir qardaş idi. Böyük qızım, böyüyü Səid idi, qızım ailəlidir. Saat Mirzə çox ağıllı, tərbiyəli, valideyn sözünə qulaq asan uşaq idi. O rayonumuz balaca da olsa, amma o öz hörmətini balaca rayonda qazanmışdı. Hər kəs onu soruşa bilər, hər kəs. Bütün şəhidlərimiz hamısı bir-birindən fərqli uşaqlardır. Hamısı, mən əgər o şəhiddən danışıramsa, bu 3000 şəhidin anası danışanda elə biləm öz oğlumdur. Onlar hamısı bir-birinə oxşar uşaqlardır, üzgülər.
O elə gülə-gülə də getdi, yola düşdü. Mən heç onun arxasıca baxanda arxasıca gedim dedim amma gəlmə. Hə, Şəhid Saat Mirzə öz babasının adı idi. Həmişə o adımı deyirdim amma mən adımı qısalta bilərəm. Mirzə, onun bütün səhifələrini Mirzədir. Hə, deyirdim o çətindir də, valla gərək o əvvəldən dəyişilsin, amma o adı onu ucaltdı. O komada olanda. Hə, gedib oraya Saat Mirzə deyəndə orada deyirdilər ki, Saat Mirzə bir dənədir. Biz bildik ki, Saat Mirzənin mamasısan. O böyüdükcə çox tərbiyəli də, çox belə, necə deyim, çox tərbiyəli uşaq idi Saat Mirzə. Özünə hörmət qazanan uşaq idi. Ailədə atıya, anıya hörmət eləyən uşaq idi. Hər kəsə çox tərbiyəli uşaq idi. Saat Mirzə onun müəllimləri də onu tərifləyir, məktəbdə də. Bir gün gəldi mənə dedi ki, mama, mən də şirniyyat bişirirdim. Bir gün gəldi ki, mama, könüllü yazılmışam. Könüllü yazılmışam deyəndə belə ürəyimə bir dedim, nə olub ki, könüllü yazasan da. Dedim, amma könüllü demə yazıbmış. Cavanlar hamısı Polad Həşimovun qısasını aldılar hamısı. Mən işləyirəm, işlədiyim yerə gəldi o. Gəldi o, bir stəkan çay da içdi yanımda. Getdi orada, uşaqlar onu dönərdi, işdən gəlmişdi. Həmişə o yeri xatırlayıram. Oturdu, dönər yedi, amma çox tələsirdi. İş sumkasını da verdi mənə. O təlimə getdi, bir həftə qusaraq təlimə getdi onlar. 27 sentyabrda. Amma bilmirdim heç müharibədir. Arxasıca qaçdım. Dedilər, mən evdəydim, dedilər. Dedim, amma gələcəm. Bir gün qalmışdı, zəng elədi ki, amma gələcəm evə. Sonra gəldilər, dedim, müharibə başladı. 27 sentyabrda qaçdım voyinkomatacan arxasıca. Allah bütün şəhidlərimizə rəhmət eləsin. 4 gün neytralda qaldı uşaq. 4 gün neytralda qaldı. Sonra onu çıxartdılar oradan. Düzdür, ölü fasonda. Əvvəl birinci elə biliblər, ölüb. Nəfəs üstündə olub. Çıxartdılar. O Füzulidən biz getdik, o Füzuliyə getdik. Füzulidə çox axtardım, hospitalları çox axtardım. Axırda elə gözümüzün qabağında olmuş. Prosta uşaq o da pis gündə gəlib ki, palçıqlı yağışdı, palçıq, uşağı tanımayıblar. Üstündə də vilkası olmayıb. Sonra bir dənəsi vardı orada, mayor desin, mayor. Dedi, qardaş, bir dənə mən gedim, çəkim, yuxarını gəlim, bəlkə hələ uşağımız buradadır. Bizi buraxmırdılar. Getdi, çəkdi şəklini gəldi, dedim, budur mənim oğlum. Dedi, dünən gecə gəlib bura. Ayaqlarının altı palçıq. Dünən gəlib orada, sonra əməliyyat eləyiblər, ancaq eləmişlər, nə bilim, başından. Sonra səhərsi gün biz, səhərsi gün yox, hələ o gözün gecə, axşam uşağı götürdülər hospitala, Bakıya, Papaniyə. Biz də çıxdıq oradan, deməli, axşam sağı çıxdıq da, maşınla çıxdıq, səhər kimi getdik ora, Papaniyə. Həkim mənə qayıtdı, dedi orada ki, mənə qardaşımı çağırdı, böyük qardaşımı. Dedi, atasısan, sən dedi, mənə, dedi, bu da əmisidir. Dedi, bu uşaq deyir, o vurulan şeyə, elə bir ki, qəlpəyə naxada ölməli idi. Ancaq Allah Teala onu saxladı. Ölmədi. Dedi, bu yaşasa da, şuur olmayacaq uşağım. Elə bir yerdən dəymişdi ona ki. 52 gün komada qaldı. 4 gündə neytralda qalıb orada. Böyük yarısı onun çox idi. O deyirdi ki, ata deyir, gedim gəlim inşallah deyir, müharibədən deyir. Allah qoysa evləndirərsən mən dedim, inşallah da. Deyik, canı sağ olsun inşallah, Allah can sağlığı versin. Anasına çox məsləhət eləyərdi. Mənə belə utanardı, anasına çox məsləhət eləyərdi. Dedi, gedim gəlim müharibəyə inşallah, evləndirərsən inşallah, dedim inşallah. Anasına demiş, dedim bəli, gəl inşallah. Qismət beləymiş qardaş. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Allah məkanlarını uz eləsin inşallah. Qazilərimizə Allah Teala can sağlığı versin. O xəstə qazilərimizə Allah Teala can sağlığı versin. İnşallah onlar tezliklə ayağa qalxsınlar. Allah sizdən də razı olsun. Gələn ayaqlarınız var olsun. Allah razı olsun. Bir dənə onu deyirdi. Kim ama özündən yağat ol. 24'ü
oktyabr idi. Son danışığı 24 oktyabrda saat 11 idi. Çox qısa. Çox az danışdı. Tez telefonu verdi atama. Az səsini eşitdim. O ilə də telefon bağlandı. Qəlpələrin dedi 4-ə çıxıb, amma biri çıxmıb. Yəni sonra 52 gün komada qaldı. 52 gün komada qalandan sonra 15 dekabrda pozuldu. 16 dekabrda Allahın şəhadətinə qoşuldu. Mənim o qızımın da müharibədən sonra, elə 2 il sonra dünyaya gəldi. Mən istədim ki, onun adını elə balamın adını qoyum ki, o ilə təsəlli tapım. Amma təsəllidir. Başın qarışır. Amma mənim oğlumun yerin heç kəs vermir. Balanın yerini heç kəs vermir. Bala ağır dərddir. Şəhiddir. Allah vətən sağ olsun, dövlətimiz sağ olsun. Ali Baş Komandamız sağ olsun. Cavanlarımızın, balalarımızın sayəsində o da onlara dəstək, kömək oldu. Sağ olsun. Bundan sonra Allah Taala bütün dünyamızı qorusun, vətən sağ olsun. Bir daha müharibə olmasın. Bu acını biz analar yaşadıq. Amma heç bir ana bu acını yaşamasın. Bundan sonraki günlərimizi Allah qorusun. Bu acı bizi iləndir ölənə qədər. Allah Taala bütün şəhid analarımıza səbir versin. Oğullarımız igiddirsə biz igid analarıq. Başımız ucadır, şükür Allaha. Başımızda gəlir qara şal varsa, amma üzümüz ağdır. Bütün dünya ölkələrində bayrağımızı qaldıran bizim o igid oğullarımız oldu. Allah dövlətimizə qorusun, Allah dövlətimizə can sağlıq versin. Bir daha müharibə olmasın, heç bir ana ağlamasın. Allah qazilərimizə şəfa versin. Allah qazilərimizə səbir versin. Çünki onlar şəhidlərimizin canlı şahidləridir. Mən dünyamızın salamat olmağını arzulayaram. Allah sizə də kömək olsun ki, bu şəhidlərimizi yad edirsiniz. Bugünkü günlərdə bizə maddi dəstək yox, mənəvi dəstəyə ehtiyacımız var. Bizim qapımızı hər kəs açırsa, bugünkü gündə biz o ilə yaşayırıq. Biz analar yaşamarıq, sadəcə mən yaşamaram. Əgər hər kəs ki, bizə belə mənəvi dəstəkdir, qapımızı açırsa, o gün yaşayıram ki, mən bugün şadam ki, mənim qapımı kimsə açır. Allah sizə ömür versin, gəldiniz, çəkdiniz, həmişə də belə olun, gəlin, qapımızı açın. Biz bu ilə yaşayırıq. Çünki bizim üçün çox ağırdır. Bir evlad itkisi ağırdır, amma şəhid sözü çox rahat sözdür. Amma evlad itkisi çox ağırdır. Evimin yeganə oğluydu.